Şəhidlər ölməz, vətən bölünməz. Bugün bizim məğrur bir günümüz, kədərli olsa da anım günümüzdür. Tarixə izi ilə yazan, öz torpaqlarımız üstündə canlarından keçən, savaşa qəhrəmancasına cavab verən şəhidlərimizin anım günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Cənnəti axtaran hər bir kəsə ünvanlı şəhid. Üçün səni unutmaqda torpağın üstündəki bircə damcı qanlı şəhid. İnsanın alisidir, gör necə insandı şəhid. Ki vətən torpağı uğrundakı qurbandı şəhid. Cənnəti axtaran hər bir kəsə ünvanlı şəhid. Üçün səni unutmaqda torpağın üstündəki bir Fərid Seyidov 211 nömrəli məktəbin 3-cü sinifində oxuyuram. Mənim 8 yaşım var. Xalqın dilində təzbər sinir 2783 şəhid. Aydın səmavardı, açıq alındı. Sizin sayənizdə Ağdam azaddır. Kəlbəzər alındı, Laçın alındı. 2783 şəhid. Xudayar səsində vətən sözüsüz. Qarabağ uğrunda təkcə şəhid yox, həm də Qarabağın artıq özüsüz. Önündə diz çöküb, baş əyirik biz. Can verib can verdin, başa, torpağa. İndi ürəklərdir sənin vətənin. Döndün könüllərdə inməz bayrağa. Bizə haqqınızı halal eyləyin. Sizdən yaradan bizi vətəndir. 2783 şəhid, 1245 yaralı igid. Yüzlərlə qəhrəman qazi vətəndir. Mən Hacıyeva Zeynəb 182 nömrəli məktəbdə oxuyuram. Bugün şəhidlər günüdür. Şəhidləri ziyarətə gəlmişim. Torpağı vətən edən şəhidimin qanıdır. O bir xalq qəhrəmanı, o bir xalq dastanıdır. Polkovnik, mayor, gizir ya da silahlı əskər. Polad Həşimov adlı generaldır şəhidimiz. üçün səni unutmaqda torpağın üstündəki bircə damcı qanlı. Şəhər Nəsimi rayonu 9 nömrəli tam orta məktəb 2-ci sinif şagirdləri. Sinif rəhbəri Nəzərova Günay. Bugün anım günü olduğu üçün şəhidlərimizi ziyarətinə gətirmişəm. Onların keçdiyi döyüş yolu haqqında məlumatlar vermişəm. Bugün onların rahat həyat yaşamaq səbəblərini, mən şəhidlərimizə borclu olduğumuzu vurğulamışam. Onların rahat həyat yaşamağı, normal təhsil almaları şəhidlərimizin sayəsindədir. Biz hər birimiz şəhidləri yetişdirən analara borcluyuq. Allah rəhmət eləsin. Ən böyük vəzifəmiz odur ki, uşaqları vətənpərvər ruhda böyüdək. Uşaqları bu yaşlarından, erkən yaşlarından vətənə sevgi, millətə sevgi, birlik, həmrəylik ruhunda böyütmək. Düşmənimizin kim olduğunu heç vaxt unutmayaq. Bütün tədbirlərdə, yəni biz il boyu şagirdlərimizi bu ruhda, vətənpərvər ruhda böyütməliyik. Şəhidlərimizə rəhmət eləsin. İtirənli bayraq bizə təsəllidir, dayaqdır. Yolumuzun üstünə işıq çatan mayaqdır. Sentyabr anım günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İndi azad Qarabağ günbəgün abadlaşır. Mənim qədim torpağım bu sənət çox yaraşır. Çox sağ olun. Vətən müharibəsində biz qələbə qazandıq. Bu gün anım günüdür, qəhrəmanları andıq. İndi azad Qarabağ günbəgün abadlaşır. Mənim qədim torpağım bu sənət çox yaraşır. İnsanın alisidir, gör necə insandı şəhid.